Sənsən Amun. Bir vaxtlar qürurla, od çubuqlarının tüstüsü ilə ətirlənərək, otağın küncündəki gözəl məbəddə durarkən, günahıma şahid olmaq istəyirdin. Mən utandığımdan sənin üzünü örtmüşdüm. Nə oldu? Niyə ayaqlar altına düşmüşsən? Bilirəm. Neçə vaxtdır ki, səni yaddan çıxarmışdım. Görürsən ki, əlil və zəifəm. Özümü idarə eləməkdə belə acizəm. Mən təkcə səni yox, özümü də yaddan çıxarmışam. Nə qədər ki, cahu cəlal sahibi idim, sən də izzətli idin. Özümü ki unutdum, sən də unutuldun. Nə gizlədim Amun? Səndən uzaqlaşmağım bəlkə də qəsdəndir. Bilirsən, ömrüm boyu səni müqəddəs bilmişəm. Amma təəssüflər olsun ki, sən öz bəndənə rəhm eləmədin. Həmişə mənə, Amun məbədinin ilahəsinə diqqətsiz oldum. Mən sənin qarşında günah eləməkdən utandım. Sənsə cəmaatın içində utandığımı görüb, heç vecinə də almadım. Hər halda sən Amunsan. Amun, Misir tanrılarının böyüyü. Amma yox, bu yaxınlarda Misirin baş tanrısını dəyişmək istəyirlər. Yəni Yusif dəyişmək istəyir. O istəyir ki, öz Allahını, tək olan Allahı sənin yerində bərqərar eləsin. Düz eləyir. Məyər belə deyil? Amun, gördün? Yusif adi bir qul idi. Allahı onu Misirin əzizi elədi. Təbii ki, Yusif belə bir Allahı mütləq əziz tutmalıdır. Bəndəsini ucaldan Tanrı ucaldılmağa layiq deyilmi? Sənin əvəzinə ona sitayiş eləmək düzgün deyilmi? Sən mənim üçün nə eləmişsən? Heç olmasa öz bəndəni sevməyi Yusifin Allahından öyrən. Budur. Yusifin qul olması barədə sənəd. Hələ də mənim yanımdadır. Görürsən, Yusifin Allahı öz bəndəsini zillətin son mərtəbəsindən izzətin zirvəsinə ucaltdı. Sənsə
Misirin böyük zadəgan xanımını şan şöhrət zirvəsindən zillətə sürüklədin. Məni bu səfalətə salan, sənin kimi güçsüz Allaha Yusif'in Allah'ının lənəti olsun. Bütün tanrıların lənəti olsun. Amma yox, sən o qədər zəif və acizsən ki, Züleyxanı zəlil etməyi də bacarmazsan. Məncə, mənim zillətə düşməyim də Yusif'in Allah'ının iradəsi ilədir. Bu zillət mənim haqqımdır. Mən Yusif'ə və onun Allah'ına pislik elədim. Xoş Yüzarsifin halına. Onun necə də yaxşı Allahı var. Kimdir? Məndən nə istəyirsiniz? Heç nə xanım. Yeməyinizi gətirmişik. Siz amına nə etdiyimi gördünüz? Gərək elə. Əvvəldən belə eləyəydiz, o buna layiqdir. Bəs Yusif'in Allah'ının haqqını necə ödəyim? Mən onu necə razı salım? Necə razı salım? Neyniyim? Neyniyim?